Hər vaxtınız xeyir. Artıq məlum olduğu kimi mayın 26-sından etibarən Bakı-Tbilisi qatarı fəaliyyətə başlayır və bu barədə kanalda kifayət qədər xəbər də var və bu dəfə daha bir vacib məqama diqqət çəkmək istərdim. Belə ki, məlum olduğu kimi bu ilin 1 yanvar tarixindən etibarən Gürcüstana səfər edən Azərbaycan vətəndaşları üçün səfər sığortası məcburi hesab olunur. Yeni qaydaya əsasən qonşu ölkəyə gedən şəxslər mütləq şəkildə səfər sığortası əldə etməlidirlər. Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü bildirib ki, bu sığorta məhsulu Azərbaycanda fəaliyyət göstərən qeyri-həyat sığortası şirkətləri tərəfindən təqdim olunur və tariflər səfər müddətinə uyğun müəyyən edilir. Ekspert qeyd edib ki, sığorta müddəti minimum 2 gündən başlayaraq 365 günədək dəyişə bilər. Onun sözlərinə görə qiymətlər yüksək deyil. Stat. Vətəndaş Gürcüstana bir həftəlik səfər etmək istəyirsə, səfər sığortasının qiyməti təxminən 12 manat təşkil edir. Müddət artdıqca sığorta haqqı da uyğun şəkildə artır. Statın sonu. Həmçinin açıqlamada vurğulanır ki, Gürcüstan tərəfinin tələbinə əsasən səfər sığortası üzrə minimum təminat məbləği 30 min lari olmalıdır. Bu isə təxminən 11.200 dollar və ya 19.000 manata bərabərdir. Ekspertin sözlərinə görə yerli sığorta şirkətləri vətəndaşlara əsasən 15.000 dollar məbləğində təminat təqdim edir. Daha bir stat. Bildiyiniz kimi səfər sığortası 2 valyutada avro və ya dollarla təqdim olunur. 15.000 dollar təminat məbləği 30.000 larini tam şəkildə qarşılayır. Statın sonu. Məlumata görə səfər sığortası vətəndaşın Gürcüstanda olduğu müddətdə baş verə biləcək müxtəlif riskləri əhatə edir. Bunlara bədbəxt hadisələr, xəstəliklər və tibbi müdaxilə tələb edən hallar daxildir. Ekspertlər bildirib ki, sığorta çərçivəsində stomatoloji xidmətlər, qan vurma, yanıq, suda boğulma, sınıq və müxtəlif travmalar, soyuq dəymə halları, eləcə də COVID-19 xəstəliyi ilə bağlı xərclər də qarşılanır. Bundan əlavə, əməliyyat xərcləri, həkim müayinəsi, dərman preparatları və digər tibbi xidmətlər də təminata daxildir. Qeyd olunur ki, səfər sığortası yalnız səfər müddətində yaranan problemləri əhatə edir. Səfərdən əvvəl mövcud olan xroniki xəstəliklər və digər əvvəlki sağlamlıq problemləri təminata daxil edilmir. Ekspertlər onu da diqqətə çatdırıb ki, yük bagajlarının itirilməsi halları da sığorta təminatına daxildir. Stat. Sadalınan risklərin böyük əksəriyyəti bu məhsul vasitəsilə qarşılanır. Yalnız ölüm halı birbaşa təminat verilən risklər sırasında deyil. Yəni, sığorta ödənişinin vərəsələrə verilməsi nəzərdə tutulmur. Statın sonu. Bununla belə vəfat edən şəxsin nəşinin Gürcüstandan Azərbaycana gətirilməsi xərclərinin sığorta tərəfindən qarşılandığı da qeyd olunubdur. Açıqlamaya əsasən sığorta müqaviləsində xüsusi qaynar xətt nömrələri göstərilir və vətəndaş səfər zamanı hər hansısa bir problemlə üzləşərsə, həmin nömrələrlə əlaqə saxlayaraq tibbi yardım ala bilər. Bu halda şəxs ən yaxın klinikaya yönləndirilir və ya təcili yardım vasitəsilə xəstəxanaya çatdırılır. Tibbi xidmətlər birbaşa sığorta hesabına ödənilir. Ekspertlər bildirir ki, bəzi hallarda vətəndaş tibbi xərcləri əvvəlcədən özü də ödəyə bilər. Daha sonra Azərbaycana qayıtdıqdan sonra qəbzləri sığorta şirkətinə təqdim etməklə xərclədiyi vəsaiti geri almaq mümkündür. Səfər sığortasının əldə olunması üçün tələb edilən əsas sənəd isə ümumvətəndaş pasportudur. Bir sözlə, Gürcüstana səfər etməzdən öncə sığorta almağı da unutmayın.